Salam hörmətli tamaşaçılar, Dialoq verilişinin xüsusi buraxılışı efirdədir. Bugün Azərbaycanda ictimai səhiyyə problemlərini müzakirə edəcəyik. Bugünkü verilişimizin qonaqları da var. Verilişimizin qonağı cənab Stoycho Katsarov, Bolqarıstan Səhiyyə Nazirliyinin keçmiş müavini və Sağlamlıq Hüquqlarının Müdafiə Mərkəzinin İdarə Heyətinin üzvü. Həmçinin Gülnara xanım Hüseynova, Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dəstək Şurasının üzvü, Sağlamlığa Çağırış Qeyti Alyansının rəhbəri və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri. Xoş gəlmişsiniz studiyamıza. İlk sualı mən cənab Stoycho Katsarova vermək istəyirdim. Mən ümumiyyətlə Bolqarıstandan gəlmiş qonaqdan soruşmaq istəyirdim ki, onların təşkilatı Bolqarıstanda sosial səhiyyə ilə bağlı hansı fəaliyyət həyata keçirir və bundan sonra müəyyən qədər biz ümumiyyətlə Bolqarıstan səhiyyə sistemi haqqında məlumat almaq istəyərdik. First, I'd like to ask our Bulgarian guests what their organization is doing in regards to public health in Bulgaria. İlk önce teşekkür etmek isterdim beni davet ettiğiniz gibi studiyanıza. Bunun için çok sağ olun. Bizim təşkilat 2007-ci ildə yaranmışdı. Bolqarıstanda səhiyyə sistemi ilə bağlı hər hansı bir problem olan hər bir şəxs bizə zəng edə bilər. Bu kimi şəxslərə hər bir köməyi göstərməyə çalışırıq. Bizim Səhiyyə Nazirliyi ilə, müavinlərlə və həmçinin parlamentlə çox gözəl əlaqələrimiz var və mütəmadi olaraq onlara öz fikirlərimizi bildiririk və tövsiyələrimizi veririk və onlar bizim məsləhətlərimizi dinləməyəndə həmişə onlarla mübarizə aparmağa hazırıq. Bunu qeyd etmək vacibdir ki, biz heç bir zaman dövlət tərəfindən, hökumət tərəfindən heç bir maliyyə almamışıq. Çünki biz müstəqil qeyri-hökumət təşkilatıyıq və biz fikrimizi deməkdə çox azadıq. Çox təşəkkür edirəm. İkinci sual olmaya qədər istəyirdim olsun ki, Azərbaycanda onlar olublar, müəyyən qədər səhiyyə sisteminin vəziyyətini tanış olublar və biz bu qarşılaşdırmanı aparmamışdan qabaq Azərbaycandakı vəziyyət və Bolqarıstandakı ictimai səhiyyənin vəziyyəti, mən Bolqarıstanda ümumiyyətlə ictimai səhiyyənin vəziyyəti haqqında istəyərdim ki, qonağımız tamaşaçılara məlumat versin. My second question will be, you have been here for a while already in Azerbaijan and you got introduced with health sector in Azerbaijan. But before comparing the health system in Bulgaria and Azerbaijan, I'd like you to inform us about the health system in Bulgaria. In Bulgaria? Yes. Oh, to inform. Bu çox vaxt aparardı, bu barədə məlumat vermək. Qısa olaraq bizim sistem haqqında sizə məlumat vermək çalışacağım. 12 il bundan öncə mən Səhiyyə Nazirliyi müavini. Then we started our reform in health. Biz səhiyyə sahəsində islahat aparmağa başladıq. Bu islahatdan öncə bizdəki olan vəziyyət sizdəki kimidir, tam sizdəki kimi. Və 1999-cu ildə biz bütün səhiyyə sistemini də islahat apardıq, yəni tamamilə dəyişdik. Və biz yeni səhiyyə sığorta fondu təsis etdik. Və hər bir vətəndaşın səhiyyə vergisi vermək borcu var və hər bir vətəndaşın heç bir ödəmə etmədən dərmanlar almaq hüququ var. Bütün xəstəxanalar həmkarlar şirkəti kimi qeydiyyatdan keçdilər. Çünki bütün xəstələr tibbi müalicə alırlar və onlar hər bir istehlakçıdırlar. Və hər bir vətəndaşın xəstəxanada, hər hansı bir xəstəxanada müalicə almaq hüququ vardır. Və Milli Sığorta Fondu bu müalicə üçün pul ödəyir. Yəni, əgər xəstəxanada müalicə olunursa, onda fond, həmin bu fond bu xəstəxanaya ödəyir. Yəni, xəstəxananın nə qədər çox xəstəsi varsa, bu fondda o qədər çox pul ödəyir və beləliklə böyüyür. Və əgər xəstə başqa bir xəstəxana seçirsə, xəstənin fikri əsas tutulur. Yəni, xəstəxananın administrasiyasını deyil, xəstənin fikri əsas tutulur. Yəni, sistem heç bir administrasiya, idarəetmə olmadan fəaliyyətini davam elətdirir. Yəni, öz-özünü idarə edən bir sistemdir. Milli Səhiyyə Sığortası Fondu dərmanlar üçün pul ödəyir. 700 milyonu bu məbləğin dərmanlar üçün xərclənir. 1 milyarda xəstəxanalar üçün. Çox maraqlı məqamda gəldik çatdıq və bu məqamda mən istəyirəm sözü digər qonağımıza verim, hörmətli Gülnara xanım Hüseynovaya. Və Gülnara xanımdan mən soruşmaq istəyirdim ki, onun rəhbərlik etdiyi Sağlamlığa Çağırış Qeyri-hökumət Təşkilatları Alyansının fəaliyyəti haqqında və eyni zamanda rəhbərlik etdiyi Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası haqqında
tamaşaçılarımıza məlumat versin. This is very interesting. We'll continue about that, but now I'd like to turn on to our another guest, Gulnara Hüseynova, and she will talk. We would like to ask her to talk about the activity of the Alliance of Call for Health and what they're doing. Çox sağ olun, məni də dəvət eləmisiniz. Doğrudan da çox vacib olan bir mövzudur. Həm Azərbaycanın cəmiyyəti üçün, ictimaiyyəti üçün, həm Balqaristan cəmiyyəti, ictimaiyyəti üçün. Çünki doğrudan da Balqaristan təcrübəsi onu göstərdi ki, Azərbaycanda elə bu sahədə çox işlər görmək lazımdır. Let me just translate for you. She's thanking for inviting to the studio for the program, and she thinks that this is very important issue, and she thinks that the Bulgarian experience was very useful because it gave them chance to see that really the health situation, to see the reality of the health situation in the country. O ki qaldı, QHT sağlamlığa çağırır QHT Alyansının fəaliyyətinə. Alyansda tək səhiyyə təşkilatları yox, əl təşkilatları, iqtisadiyyatla məşğul olan, araşdırmalarla məşğul olan təşkilatlar və digər yəni sosial problemlərlə məşğul olan təşkilatlar Alyansa üzvdülər. Və biz vaxt aşırı yığışırıq problemləri, müzakirə edirik, problemlərin çözülmə yollarını, yəni ki, problemlərin həlli yollarını bir-birimizlə təcrübə mübadiləsi ilə həll etməyə çalışırıq. Amma bu ictimai səviyyədə, yəni ictimai birlik səviyyəsində olur və bəzi layihələr var ki, o layihələri də birlikdə müzakirə edirik və hal-hazırdakı Balqaristan təcrübəsini öyrənmək də bir layihə çərçivəsindədir ki, bu layihəni Soros təşkilatı maliyyələşdirir və biz ilkin olaraq biz olmuşuq. Bizim nümayəndə heyəti olub Balqaristanda. Biz orada müxtəlif strukturlarla görüşmüşük. Səhiyyə Nazirliyinin müavini ilə, Ombudsman aparatı ilə və eyni Azərbaycanda da bu görüşlər keçib. Bugün demək olar ki, dəyirmi masa oldu və çox böyük bir diskusiyaya səbəb oldu. İki tərəf də o qənaətə gəldik ki, həm Balqaristan, həm Azərbaycan ictimai birlikləri ki, doğrudan da hələ qarşıda çox işlər var ki, görülməlidir və Azərbaycanda demirəm ki, Balqaristanın modelini götürək, ancaq ki, mən Balqaristanda olarkən doğrudan da milli tibbi sığorta fondunun orada mövcudluğu, onun işi çox gözəl bir iş qurublar. Mən istərdim ki, Azərbaycanda da bu ondan da yaxşı bir şəkildə, daha təkmilləşmiş şəkildə Azərbaycanda da təşkil olunsun. Generally, she spoke about the activity of the Alliance, and she told that the Alliance includes not only members or organizations that deal with health issues, it also has members that are in economic spheres, deals with social problems and with disability issues, and they meet and discuss the health issues and realize activities. And she also talked about their experience, their visit to Bulgaria, and she thinks that it would be, she hopes that they can use the model, not exactly, but use some parts of this Bulgarian model, like she mentioned about the fund, social insurance fund that you have established, and do similar type of activities. Doğrudan da bu ona zəmanət verir ki, doğrudan da bu fondun mövcudluğu ona zəmanət verir ki, xəstəyə həmişə müalicə olacaq, həmişə dərman preparatları olacaq. Bu fondun mövcudluğu mütləq vacibdir. Guarantees that patient will be treated. Yes. Azərbaycanda bilirsiniz ki, tibbi sığorta
Azərbaycanda bilirsiniz ki, tibbi sığorta haqqında qanun qəbul olunub artıq bir neçə ildir ki, ancaq ki, bu sistemə hələ keçmək hər hansı bir məhdudiyyət var ya maneələr var. Ola bilər ki, bu iqtisadiyyatın hələ ki formalaşmasını gözləyir. Amma bu nə qədər tezliklə olsa o qədər yaxşıdır mənə elə gəlir. Çünki Alyansın da sağlamlığa çağırış qeyri-hökumət təşkilatlarının alyansı da bu haqda düşünür ki, doğrudan da bu ola bilər ki, yeganə çıxış yolu deyil, amma çıxış yollarından biridir. Və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasından danışdıqda biz hemofiliyalı xəstələrin tam müalicəsini və dərman preparatlarının təminatına necə deyim sizə, məqsəd qoymuşuq və nail olmuşuq. Bu da ki, bəzi xəstəliklər var Azərbaycandakı, o xəstəliklər tam dövlət səviyyəsində həll olunur, onların problemləri. Bu da ictimai birliyin fəallığından asılı oldu. Yəni, heç bir sığorta fondu ya sığorta məcburi, bilirsiniz, məcburi tibbi sığorta var ki, onun hesabına yox, yalnız büdcə hesabına oldu. Çünki Səhiyyə Nazirliyinin həyati vacib dərman preparatlarının siyahısı var. Bu, hər bir ölkədə var. Həmən həyati vacib dərman preparatlarının siyahısına biz hemofiliyalı xəstələrin dərman preparatlarında daxil etməyə nail olduq. Və doğrudan da hal-hazırda mən deyə bilmərəm ki, hemofiliya problemi tam kökündən həll olunub, ancaq ki, qismən də olsa böyük bir faiz, işin böyük bir faizi həll olunub. Mən istərdim ki, bu hər zaman belə olsun, tək hemofiliya yox, ümumiyyətlə bütün xəstə vətəndaşa əgər müraciət edirsən, ona tam, pulsuz, təmənnasız tibbi yardım göstərilsin. Bu ola bilər sığorta fondları tərəfindən də olsun, ya dövlət büdcəsi tərəfindən də hər hansı bir normativ aktlar çərçivəsində də ola bilər olsun, normativ sənədlər çərçivəsində, amma bu mütləq ki, hər bir vətəndaşımız səhiyyə xidmətinə əl-yetərli olmalıdır. Çox sağ olun, Gülnara xanım, çox təşəkkür edirəm. Siz də sağ olun. She said that we have a law on medical insurance, health insurance, but still there is a lot of work needs to be done. And also they succeeded in providing patients with hemophilia to get medications. So this was their most their success that they the Hemophilia Association. The association she represents also. Mən cənab Qaçarova bir sual vermək istəyirdim. Milli Səhiyyə Sığorta Fondunun fəaliyyəti özlüyünü necə tənzimlənir? Yəni vəsaitlər bura məcbur olaraq gəlirlərdən tutularaq daxil olur. Həmçinin bizə çox maraqlı olan məqam ondan ibarətdir ki, bu fonda daxil olan ümumi vəsaitin həcmi, onlar necə müəyyənləşdirirlər ki, fonddan həmin fonda üzv olan sığortalanmış pasiyentlərin, xəstələrin müalicəsinə yönələn vəsaitdən az olmayacaq. Ola bilər ki, sualım biraz qəliz oldu. Sual bundan ibarətdir ki, Milli Səhiyyə Sığorta Fonduna toplanan pullar ki var, bura təxminən 1 milyard 500 milyon və yaxud 1 milyard 700 milyon avro vəsait toplanır. Bura toplanan vəsaitlərin həcmi sonunda o fonddan sərf olunan vəsaitlərin həcmindən az olmasın. Yəni, sonunda çox olmasın ki, o vəsaitlər. Məsəl üçün, mən vermişəm 500 avro il ərzində, mənə amma lazımdır 7000 avro müalicə olunmalıdır və sonunda kimsə pul çatmaya bilər o səhiyyə sığorta fondunda. Yəni, bunun haqqında bir məlumat versin ki, bunlar necə tənzimlənirlər? The second question is again to you.
He's asking about how the budget of this fund, health insurance fund, is regulated. Like, let's say your budget is 1.5 billion euros. Yes. How it's regulated? So, for example, if let's say patient pays, let's say 500 euros, and he or she needs a lot more, 7,000 euros, and how it's regulated at the end so that it's not higher or Yəni less. xərclənən vəsait sonunda toplanan vəsaitdən çox olmasın. Like the used amount in the end is not higher than the money collected. Yəni ümumiyyətlə adətən bu yəni belə olmur, maliyyə çatır. Amma ümumiyyətlə hər il büdcə təsdiqlənir və əlavə maliyyə lazımdırsa parlament bunu əlavə verir. Hardasa 2 il bundan öncə əksinə idi, yəni pul lazım olandan çox idi. Həm də əvvəl vergi, yəni bu tibbi sığorta üçün vergi əvvəl 6% etsə, 2007-ci ildən sonra 8%. Çox yaxşı. Yəni mən belə başa düşdüm ki, əgər pul çatışmazlığı baş verirsə, dövlət bu fondu dotasiyalar edir, əlavə pul vəsaitlər ayırır. So, if I understood correctly, if there is a lack of funding, government gives additional funding. Additional funding, yes, of course. Və cənab Qaçarov bir məqama toxundu ki, əgər onların məsləhətlərini eşitmirsə, müvafiq qurumlar onda onlar mübarizə aparmağa başlayırlar. Bu bizim üçün də həm də vacib olan məqamlardan biridir, çünki bizdə də artıq ictimai səhiyyə üzərində, yəni səhiyyənin fəaliyyəti ilə bağlı alyanslar yaranıbdır və Gülnarə xanımın rəhbərlik etdiyi Qeyd Alyansının da fəaliyyəti məhz bu istiqamətdədir ki, təkliflərlə çıxış eləsin, yeni yaradıcılıq informasiyalar orada verilsin ki, hansı istiqamətdə inkişaf etdirmək olar səhiyyəni. Və mən bilmək istəyərdim ki, bu mübarizə metodları Bolqariyada necə müəyyən olunur? Yəni, hansı formada mübarizə aparır, qeyri-hökumət təşkilatları, hansı ki, istəyirlər müvafiq bir dəyişikliyə nail olsunlar? You mentioned that you fight with government. You are ready to fight with government if they Every time. don't listen to your advice. And this is, we understand, this is kind of pressure by social pressure. Yes. And also Gülnara Hanım's alliance, NGO Alliance, also deals with such issues. And we'd like to hear your experience, like how do you fight, like bu ötən il belə bir hal baş vermişdi. Dövlətin belə bir siyasəti var idi ki, bir neçə xəstəxanaları bələdiyyədən çıxarsın, bələdiyyənin yəqin ki büdcəsindən. Və onlar bizə zəng edib, bizə müraciət edib, bizdən kömək istədilər. Biz nazirliyə müraciət etdik, onlar bizi dinləmədilər və biz mətbuat konfransı keçirdik. Və biz həmin hadisə baş verən yerdə, şəhərdə protest keçirdik, nümayiş keçirdik. Yes. Biz imza yığdıq, topladıq, baş nazirə şəxsən təqdim etdik. 130 min şəxsdən, əhalidən imza topladılar və baş nazirlə söhbət edib dedilər ki, əgər siz bizi dinləməsəz, onda siz gələn seçkiləri uduzacaqsınız. After this. Və bu hadisədən sonra növbəti həftə bizə yeni Səhiyyə naziri təyin olundu. İndi istəyirdim Gülnara xanımın fikirlərini alım. Gülnara xanım, bizdə Bolqariyada olduğu kimi səhiyyədə sığorta sisteminin tətbiq olunması üçün qeyri-hökumət təşkilatları olaraq siz hansı fəaliyyəti yerinə yetirirsiniz və bu məzmunda sizin layihə çərçivəsində Bolqariyada, Bolqaristanda öyrəndiyiniz hansı təcrübə düşünürsünüz ki, daha faydalı oldu? He's asking about their experience, what kind of activities they are doing, like in your experience, to apply a social health insurance tax. So he's asking what they are doing, what their organization is doing. Mən Bolqaristanın nümunə kimi də götürmək istəmirəm, amma ki bildirmək istəyirəm ki, eyni tarixi keçən demək olar ki, post-sovet ölkəsindən Bolqaristan da demək olar ki çıxıb və eyni tarixi olan bir ölkə kimi mən fikirləşdim ki, ilkin olaraq o təcrübəni Azərbaycana gətirmək olar. Amma ki, ola bilər ki, bu təcrübə daha da mükəmməl olsun, daha da ki, təkmilləşmiş olsun və Azərbaycanda bilirsiniz ki,
çox yaxşı imkanlar var bunun üçün. Ancaq ki, tibbi sığorta fondunun yaradılması üçün hər bir şəxs həm maaşından əgər işləmirsə, təfəkkürləri də dəyişmək lazımdır. Əgər işləmirsə, onda könüllü olaraq o bilməlidir ki, o 5% ya 8% verib gələcəkdə öz sağlamlığını sığortalamış olur. Bu haqda gərək çoxlu maarifləndirmə işləri aparaq. Cəmiyyət elə buna hazır deyil. Yəni, əgər biz gəlib desək ki, hər hansı bir gəlirin qeyri-rəsmi ola bilər ki, gəlir olsun. Yəni, ailəyə hər hansı bir ailə üzvü maaşın gətirirsə, ailə üzvlərinin digərləri, məsələn, oğlun anası işləmirsə, oğlundan xahiş edə bilər ki, mənim də sığorta payıma, yəni keçir fonda. Belə bir şey təfəkkürü, ictimai təşkilatların vəzifəsi odur ki, maarifləndirmə işlərini, cəmiyyəti hazırlamaq lazımdır bunu. Və ikinci də ki, əlbəttə, yaxşı olar ki, hamı işlə təmin olunsun, sonra gəlirləri rəsmiləşdirmək lazımdır. Bir çox gəlirlər bilirsiniz ki, rəsmiləşmir. Məsələn, çöldə, bayırda alverlə məşğul olan bilirsiniz ki, çox bir vətəndaşlarımız alverlə məşğuldur, kənd təsərrüfatı ilə məşğuldur ki, onu gəlirini rəsmiləşdirmir. Əlbəttə, ən yaxşı yol budur ki, birincisi, ictimai birliklərin vəzifəsi odur ki, bu haqda danışsın, şuurları dəyişsin və ikincisi də ki, əlbəttə, dövlətin də payına üzərinə çox böyük güc düşür ki, bu işi gərək təmizləsin. Çox sağ olun. Yəni, düşünürsünüz ki, siz bu məhz maarifləndirməklə başlayacaq Azərbaycanda bu prosesi? Çünki şuurlar dəyişməlidir. İnsanlar bilməlidir ki, mən sağlamamsa, bu demək deyil ki, mən daim sağlam ola bilərəm. Öz sağlamlığını sığortalamalıdır. Vergi, əmək haqqlarından vergi vermək, bu çox əmək haqqı alan şəxsin daha çox ödəmə etməsidir və az əmək haqqı alan şəxsin daha az ödəmə etməsidir. Amma sonunda ola bilsin ki, onlar bərabər olaraq bu sığorta fonduna yığılan vəsaitləri sərf edəcəklər. Bəlkə daha ədalətli sistemin olması, yəni onların düşüncələrinə görə belə olmazdı, amma məsələn, hər kəs bəlli bir miqdarda pul ödəmiş olaydı bu fond üçün. Biz çünki Azərbaycanda bu nümunəyə toxunuruq, ana işləmir, övlad işləyir onun yerinə, lakin o öz əmək haqqısının deyək ki, 8%-ni öz əvəzinə, 8% anasının əvəzinə, 8%-ni işləməyən qohumun əvəzinə verməsi bu böyük bir miqdar diksinə səbəb ola bilər. Lakin qarşılıqlı olaraq belə deyək, müəyyən bir məbləğ yəni olunursa ki, bu qədər əmək haqqı, bu qədər vəsait hər bir şəxs üçün aylıq ödəniləcəkdir və əvəzində bu şəxs tibbi sığorta almış olacaqdır. Yəni, bunun formalaşdırılması üçün həm mən istəyirdim ki, Cənab Qaçarovun fikirlərini alır, sonra mən istəyirdim ki, Cünara xanım da fikirlərini bildirsin. Çox uzun cümlə oldu mu? Yəni, müəyyən maaşlara görə Yəni, maaşların faizi yox, hər kəs bəlli bir məbləğ olur. Çünki çox alıram mən, ədalətsiz olur. Ədalətsizlik hökm sürür. Azərbaycanda da tam işləmir deyə bunun yanı tərəfi var. He thinks maybe it's not fair to get the same percentage of tax for all people that gets different salaries. Like, wouldn't it be more fair to take fixed tax instead of like let's say 8%. Məncə 8% məsələsi daha ədalətlidir. Maraqlı məqam bundan ibarət ki, bir şəxs ola bilər ki, bu digərindən bir neçə dəfə artıq əmək haqqı alır. But there can be cases like let's say one person receives is paid a very higher salary. Mən Gülnara xanımdan soruşmaq istəyirdim bu tip layihələrin faydalılığı barədə. Bu tip layihələr Azərbaycanda təcrübənin öyrənilməsi baxımından bizim qeyri-hökumət təşkilatları sferasına nə qazandırır? Bilirsiniz, bu layihəyə demək olar ki, birinci dəfədir, ilk dəfə olaraq çox yaxından bir neçə qeyri-hökumət təşkilatları Azərbaycan tərəfindən bu milli tibbi sığorta fondunun yaradılması sistemini öyrəndi və biz bundan sonra bir təkan kimi bu layihə bizə bir təkan verdi.
Hələ bunu biz daha yaxşı öyrənməliyik. Yəni bir-iki dəfə görüşlə yox, yaxşıca ola bilər ki, bundan sonra oktyabrın 2-də bunlar yola düşürlər Bolqariyaya. Ancaq ki, biz yazışmalarla, onlar bizə normativ ola bilər ki, həmən o fondun yaradılması haqqında sənədlər göndərsinlər. Biz o sənədlərə əsaslanaraq, istinad edərək Azərbaycan hökuməti ilə danışıqlar aparaq və tövsiyələr verək, təkliflər verək və bu işi biraz tezləşdirək. Çox təşəkkür edirəm. Və mənim son sualım cənab Qaçarova, Azərbaycan səhiyyə sistemi haqqında onun təəssüratlarını öyrəndik və mən istəyirdim, bir də ümumiyyətlə Azərbaycan haqqında onun təəssüratlarını bölüşdürməsində. We learned about Mr. Katsarov's impressions about health care system in Azerbaijan, and my last question is about his impressions generally about Azerbaijan. Generally? Oh, a very good country. Çok güzel ülkedir. Very good country. We like country. Very good people, friendly people. Çok yaxşı, dostyanə insan vardır. It was very interesting to see your country, and we're thanks to our hostages. It was very well, very good here. Thank you. Çox gözəl idi. Bizi qonaq kimi saxlayan insanlar da çox gözəl idi. Çox sağ olun. Mən hər iki qonağımıza öz təşəkkürümü bildirirəm və xatırlatmaq istəyirəm ki, siz Kanal 13-ün efirində dialoq verilişinə baxdınız. Verilişimizin qonaqları isə Bolqarıstandan Azərbaycana gəlmiş və hal-hazırda Azərbaycanda sosial səhiyyə sistemi ilə bağlı sağlamlığa çağırış qeyri-hökumət təşkilatları alyansı ilə birlikdə fəaliyyət göstərən cənab Stoycho Katsarov. Cənab Stoycho Katsarov bir neçə il əvvəl Bolqarıstanda Səhiyyə Nazirinin müavini olmuşdur və həmçinin hazırda o Sağlamlıq Hüquqları Müdafiə Mərkəzində idarə heyətinin sədridir. Digər qonağımız isə hörmətli Gülnara xanım Hüseynova, Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dəstək şurasının üzvü, Sağlamlığa Çağırış Qeyri-hökumət Təşkilatları Alyansının rəhbəri və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədridir. Studiyamıza gəldiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Sağ olun.